Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Elxan yetkinlik yaşına çatmayan oğlu Sərxana işgəncə verib, keçmiş həyat yoldaşı Səmayəyə adlar şərt edir, işgəncə verməklə həm də ona qarşı seksual hərəkətlər edib. Publika Az Teleqrafa istinadla xəbər verir ki, cinayət işi üzrə ifadəsində Elxan itham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Səmayə ilə 2010-cu ildə ailə qurub. Stat. Səmayənin anası bizə ev hədiyyə etdi. Mən 3 ay ərzində həmin mənzilə 25.000 dollar məbləğində pul xərclədim. 2011-ci ildə orqandan xaric olundum. Buna səbəb biznes fəaliyyəti ilə məşğul olmağım idi. Pulum olmadığı üçün Səmayəyə dedim ki, anasından bizə 100 manat kömək etməsini xahiş eləsin. Bundan sonra anası gələrək qızını apardı. 8 ay bir-birimizdən ayrı yaşadıq. Həmin müddətdə uşaqlarımı görmədim. Elxanın sözlərinə görə həmin il dekabr ayında dostları ilə şəhərdə olan zaman oğlu ona zəng edib və qapıda qaldıqlarını, nənələrinin onları evdən qovduğunu deyib. Stat. Anası Səmayənin pozğunluq etdiyini görüb və onu evdən qovub. Mən gəlib qapını açdım. Uşaqlarımın xatiri üçün çox şey unutdum. Dəfələrlə arvadımın xəyanətini görmüşəm. Biz 5 il ailə kimi yaşamışıq. Mən taksi fəaliyyəti ilə məşğul olmuşam. Evdə kamera olduğunu bilməmişəm. Çəkiş zamanı Səmayə özü məni çağırıb. Həmin vaxt ac-susuz olduğum üçün onunla cinsi əlaqədə ola bilməmişəm. Səmayə isə yenə məni yanına çağırıb və məni təhqir edib. Yenidən əlaqədə olan zaman axırda sən bilmirsən ki, bu cinayətdir. Niyə belə edirsən deyib. Mən də cavabda məni özünün dəvət etdiyini bildirmişəm. Sonradan evdə kamera quraşdırıldığını görmüşəm. Kameranı sındırmaq istəmişəm. Təqsirləndirilən şəxs bildirib ki, övladını bir ata kimi vurub. Stat. Səmayə isə öz istəyi ilə mənimlə cinsi əlaqədə olub. İstintaq zamanı video görüntüləri izləmişəm. Görüntülərdə zorlamaya aid heç bir şey yoxdur. Statın sonu. İş üzrə zərər çəkmiş qismində ifadə verən Səmayənin sözlərinə görə Elxan onun keçmiş əridir. Stat. 2019-cu ildə rəsmi olaraq boşanmışıq. Keçmiş ərim mənə və uşaqlarıma işgəncə verib. Boşandıqdan sonra 1 il valideynlərimlə birgə yaşamışam. Sonra keçmiş ərimlə birlikdə inşa etdirdiyimiz mənzildə məhkəmə qətnaməsi ilə yaşamaq hüququ verildiyi üçün həmin evə köçdüm. Elxan bir müddət bizə dəyməsə də sonra problemlər yaratmağa başladı. Statın sonu. İş üzrə zərər çəkmiş Sərxanın sözlərinə görə atası bəzən anasını otağa salıb, anası da qışqırıb. Stat. Atam otağın qapısını açmayıb söyüş söyüb. Bir dəfə qapını açdı. Anamı qorumaq istəyəndə atam qulağımdan 3 dəfə vurdu. Bundan sonra zəif eşitməyə başladım. Atam mənimlə yanaşı qardaşımı da döyüb və təhqir edib. Ailənin digər övladı isə şahid qismində dindirilib. Onun ifadəsinə görə atası dəfələrlə anasını otağa aparıb, qapını arxadan bağlayıb. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Elxan 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğvini və bəraətverici əsaslarla işə xitam verilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi müdafiəçinin şikayətini rədd edib. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.